əvvəldə nə dedi? Əvvəldə bu Qasım Səfərov elə bir fikir qeyd elədi. Dedi ki, biz dedi, şiələr dedi, dünyanın nə bilim neçə dənə ölkəsinə dağılmış, yəni vəziyyətdə yaşayırıq. Və biz deyir, bizdən deyir heç kim deyir və ya biz deyir heç də deyir sahabələrin hamısını deyir sevmirik. Yəni nəsə belə bir fikirlər söylədi və mən də ayələr gətirdim. Elə hansı ki qeyd olunur ki, Allah Subhanahu taala deyir ki, Allah onlardan, yəni sahabələrdən və sahabələr də onlardan razı qalıb. Və dedim ki, Allah Subhanahu taalanın burada razı qalmağı daimidir yoxsa müvəqqətidir? Əlbəttə ki, daimidir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Allah həmd olsun İbn Teymiyyəni müdafiə etmək istəyən, həmçinin də səhabə ədaləti nəzəriyyəsi ki, vəhabilərdə var və batıl bir inancdır. Onu müdafiə etmək istəyən vəhabi hər dəfə bəhs qoyduqca suallarımızdan yayınır və onun verdiyi sualları, gətirdiyi ayələri cavablandırmışıq. Ondan isə səs soraq yoxdur. Yəni, dolayısıyla etiraf eləməsə də zaten bəhslərə baxan istər o tərəfdən olsun, istər biz şiələrdən bilirlər ki, bu əqidələrini puç eləmişik və vəhabinin də verməyə cavabı yoxdur. Baxın, mən bir məsələ qeyd eləmişdim ki, bunu dəfələrlə öz çıxışlarında bu adam təkrarlayır. O da bundan ibarətdir ki, biz şiələr heç də bütün sahabələri adil bilmirik və heç də bütün sahabələri pis hesab etmirik. Biz baxırıq Peyğəmbərə, şəriətə nə qədər əməl ediblər. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan gedəndən sonra nə həddə Qur'ana əməl ediblər, nə həddə Qur'an və Əhl-i Beytlə aleyhissalam, necə ki Səqəlin hədisində Allah bizə əmr edib, Peyğəmbər bizə əmr edib, nə həddə Qur'an və Əhl-i Beytlə qalıblar. Quran və Əhl-i Beytə itaat ediblərsə biz onları sevirik, etməyiblərsə sevmirik. Və bu vəhabinin azığına gəldi, istehza edərək bizə dedi ki, onu hardan deyirsən? Çünki adam cahildir, nə üsul elmindən xəbəri yoxdur, nə məntiq işlədən deyil. Elə bir dənə məsələdən yapışıb ki, daimidir, bu rizayət müvəqqəti deyil. Vəssalam, nə ayə gətirsən gətir, nə qədər hədis qoysan qabağına qoy, nə qədər Müslimdən, Buxarıdan nə qoyursan qoy qabağına, adam tutduğunu buraxmır. Deyir, yox, bunlar daimidir, vəssalam. Və gətirdiyimiz məsələlərin heç birinə də cavab vermir. Yəni, cavabın olmaması bunu gərəkdirir ki, bu adam cahil idi, bunlardan xəbəri yox idi və yaxud da xəbəri var idi, sadəcə gizlədir və puç inancını bu cür vasitələ ayaqda tutmağa çalışır. Baxın, növbəti bir məsələ qeyd edirik. Vallahi, diqqətlə hər kəs qulaq assa, çox sadə, rəvan bir şəkildə bəyan edirik. Diqqətlə qulaq asan ən sadə insan belə, ən belə deyək ki, savadsız insan belə dediklərimizi gözəl şəkildə başa düşür. Bu insan isə ya bizi başa düşmür, ya da özünü başa düşməməzliyə vurub. Baxın, Qur'an-ı Kərimə biz nəzər salanda, Qur'an-ı Kərim rizayət ayələrindən biri Bəyyinə surəsidir. Bu surədə 7-8-ci ayələrdir. Hansı ki, bu vəhabi deyir ki, Qur'anın 5 yerində Allah deyir ki, radiyallahu anhum, Allah onlardan razıdır. Bu surələrdən biri hansıdır? Bəyyinə surəsi, Əl-Bəyyinə surəsi. 7-ci ayədə buyurur ki, iman gətirib salih əməl sahibi olanlar yaradılmışların ən xeyirləridir. 8-ci ayədə isə buyurur ki, Cəzəuhum ində rabbihim, əuzu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim, Cəzəuhum ində rabbihim cənnətü ədnin, təcri min təhtihəl ənhəru. Deyir, onların mükafatı Rəbləri yanında altlarından çaylar axan ədin bağlarıdır, ədin cənnətləridir. Xalidinə fiyhə əbədə, orada əbədə qalacaqlar. 1. Radiyallahu anhum və radu anhu. 2. Allah onlardan razı olar, Allahdan razıdırlar. Bunu deyəndən sonra deyir ki, Zəlikə limən xəşiyə rabbəhu. Zəlikə limən xəşiyə rabbəhu. Bu, o kəslər üçündür ki, Rəblərindən qorxurlar. Və çünki bu adam Şeyx Tusinin Tibyan təfsirinə getmişdi və öz batıl əqidəsini sübut eləməyə çalışırdı. Elə həmin Tibyan təfsirinə müraciət elədik. Şeyx Tusin rəhməhullah təfsiri cild 10 səhifə 291. Orada qeyd etdi ki, Şeyx Tusi rəhməhullah deyir, Zəlikə limən xəşiyə rabbəhu. Bu,
Ey zəlikə rıza və səvabu vəl xuludu fil cənnəti. Yəni bu nə deməkdir? Zəlikədən məqsəd nədir? Yəni bu rizayət, bu savab, bu cənnətdə əbədi qalmaq limən xafəllahə. Allahdan qorxan üçündür. Fətərəkə məasiyyəhu. Allahdan qorxub günahlarından çəkinən üçündür. Və fəalə taatihi və ona itaat edən şəxs üçündür. Elə belə cənnət elə belə şey deyil ki, Muaviyə verəsən. Yox, Allaha itaat edən, günahlardan çəkinən şəxsə aiddir. Bu rizayət, xeyir, cənnət, orada əbədi qalmaq bu kəslərə aiddir. Həmçinin təfsir Təbəriyə müraciət elədik ki, hansı ki Bin Baz göstərdikdir ki, İbn Cərrin təfsiri bir nömrəli təfsirdir. Təfsir Təbəriyə müraciət edirik. Türkinin təhqiqi ilə Hicr tərəfindən çap olunan nüsxə 24-cü cild, səhifə 557, Əl-Bəyyinə surəsi 8-ci ayənin təfsiri sonuncu ayədir və təfsirinin sonudur. Deyir ki, bu söz ki vara deyir, limən xəşyə rabbəhu, limən xafəllaha fid-dunya fi sirrihi və alaniyyətihi. O kəs üçündür ki, dünyada gizli və aşkarda Allahdan qorxur və Allahın vaciblərini əda etmək ilə, günahlarından çəkinməklə Allahdan qorxur, Allaha təqvalı olur. İndi mən Quran-ı Kərimdən bir ayə oxuyuram. Baxın, görün. Bu cahil vəhabi ki deyir, Əs-Sabiqunəl əvvəlun ayəsində, Tövbə surəsi 100-cü ayə Allah deyir, biz mühacir və ənsardan razıyıq, mən mühacir və ənsardan razıyam. Baxın, görün, əslində bəzi məsələləri qeyd edəndə məlum olur ki, hətta Əs-Sabiqunəl əvvəlundan olan bəzi sahabələr var idilər ki, onlar Quran ayəsinə əməl etməyiblər. Və təfsirdə də Təbəri həmçinin Şeyx Tusi rahimehullah deyir ki, o rizayət kimə aiddir? Allahın sözlərinə əməl edənlər, günahlardan çəkinib vacibatları yerinə yetirənlərə aiddir. Baxın, Hucurat surəsində Allah Azza və Cəllə buyurur, 9-cu ayə, Bismillahirrahmanirrahim, və in taifətəni minəl mü'minin əqtətəlu fə aslihu beynəhumə. Müminlərdən iki tayfa savaşçılar aralarında islah edin, barışdırın, sülh edin. Fə in bağət ihdəhumə aləl-uxra fə qatilulləti təbiğə həttə təfiyə ilə əmrilləh. Deyir, əgər biri bu tayfadan digərinə qarşı zülm etsə, hətta aşsa, bəği olsa, fə qatilulləti təbiği. Hətta aşanla vuruşun, əmr edir Allah, fə qatilu. Nə vaxta qədər? Həttə təfiyə ilə əmrilləh. Allahın əmrinə, hökmünə, haqqa gələnə qədər onlarla vuruşun. Ayə davam edir. İndi baxın, burada Allah əmr edir, vuruşun. Amma Əs-Sabiqunəl əvvəlundan olan bir çox sahabələr vuruşmayıblar, Allahın əmrini ayaqları altına atıblar. İbn Teymiyyə deyir bunu. Və bu hökmə əsasən üçün bu ayəyə riayət eləməyiblər. Təbəri və Şeyx Tusi rahimehullah nə deyirdi? Təfsirdə deyirdi ki, bu rizayət, cənnətdə əbədi qalmaqlıq Allaha itaat edən şəxsə aiddir. Quran ayəsinə itaat edənə aiddir. Allahın vacibinə, Allahın əmrinə itaat edənə aiddir. Minhəc-i Sünnət-i Nəbəviyyə kitabına müraciət edirik. Təhqiq doktor Muhammed Rəşad Səlim 6-cı cild. Səhifə 333-də. Görün, İbn Teymiyyə Vəhabi Şeyxülislamı o Əs-Sabiqunəl əvvəlun olan şəxsləri, sahabələri necə məzəmmət edib əslində. Deyir, və əmmə Muaviyyətu fələm yuqatil mə'əhu minəs-sabiqinəl əvvəlinəl məşhurinə əhədun. Deyir, amma Muaviyyə gəldikdə isə onunla birlikdə onun ordusunda məşhur Əs-Sabiqunəl əvvəlundan olan, yəni hicrətdə ilk qabağa düşən, imanda bəyətdə ilk qabağa düşən mühacir və ənsar ki var ki, məşhur sahabələr olublar. Onların məşhurlarından, onlardan əhədun, heç kim Muaviyyə ilə vuruşmayıb. Yəni Muaviyyənin ordusunda olub ona kömək eləməyiblər. Bəlkənə mə'ə Aliyin ba'dus sabiqin. Əksinə İmam Ali əleyhissalam ilə bəzi o sabiqindən olanlar olublar. Tövbə surəsi 100-cü ayədə mədh olunan sahabələrdən. Və ləm yəkun mə'ə Muaviyyətə əhədun. Muaviyyə ilə heç kəs olmayıb onun ordusunda. Ona kömək eləməyiblər. Bura diqqət edin. Və əksəruhum. Bir daha deyirəm, və əksəruhum, yəni onların bir çoxu, əksəriyyəti, məsələn, o vaxt 80 nəfər idilərsə, misal üçün 45 nəfər, 50 nəfəri. Və əksəruhum, onların əksəriyyəti i'təzəlul fitnətə, fitnədən i'tizal elədilər. Yəni çəkirdilər, getdilər oturdular evlərində. Siffin döyüşünə gəlmədilər. Əksəriyyəti nə Muaviyyə, nə də İmam Ali əleyhissalam qoşulmadılar. Bu əksəriyyətin haqqında Tövbə surəsi nə deyirdi? Radiyallahu anhum. Allah onlardan razıdır.
Biz də dedik ki, Allahın rızayəti daimi deyil. Niyə? Çünki Quran ayəsi deyir axı zəlikə limen xəşyə rabbəhu. Bu rızayət o kəs üçündür ki, Allahdan qorxur. Allahdan qorxan da qeyd etdiyi təfsirdə nə deyir Təbəri və Şeyx Tusi rahimehullah? Deyirlər, yəni Allahın vaciblərini yerinə yetirənlər, Allahın əmrlərini yerinə yetirənlər. Allahın əmri nə idi? Bunların gedib evlərində oturması? Xeyr. Deyir, fəqatilu, vuruşun, savaşın. O kəslərlə ki, onlar həttaşlar, bəği oldular. Siffin döyüşündə də Buxarının gətirdiyi üzrə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, Əmmarı bağı tayfı öldürəcək. Möhür qoyulub orada ki, artıq Muaviyə bağı idi. Bunun üstündə heç də uzağa getmirik. Məcmu-ül Fətava kitabına müraciət edirik. Darul Qasım Nəşr tərəfindən çap olunan nüsxə Bin Bazın Vəhabilərin baş müftisinin kitabı 6-cı cild səhifə 88-də. Qeyd edilir ki, Allah Azza və Cəllə buyurur ki, möminlərdən iki dəstə savaşçılar arasında sülh edin, amma biri həddi aşsa, haqqa gəlməsə, haqqa gələnə qədər onunla savaşın. Deyir, mə qalə fə'təzilu. Deyir, Allah deməyib ki, burada i'tizal eləyin, gedin oturun evinizdə. Qalə fəqatilu. Allah buyurub ki, vuruşun, müharibə eləyin. Fəqatilu ləti təbiği həttə təfiə ilə əmrilləh. Allahın əmrinə gələnə qədər həddi aşmış olan tayfə ilə Allahın hökmünə gələnə qədər savaşın. Amma İbn Teymiyyə nə deyir? Deyir ki, əksəruhum sahabələrin o Tövbə surəsi 100-cü ayə var ha. Deyir, oradakı sahabələrin əksəriyyəti i'təzəlul fitnətə, Siffin fitnəsinə qoşulmadılar. Yəni İmam Əli əleyhissalam qoşun yığır, deyir, gəlin, gedək müharibəyə. Bunlar deyirlər ki, yox, biz getmirik. Amma Vəhabilər nə deyirlər? Hakimə qarşı çıxmaq olmaz. Ayə deyir, savaşın. Bu sahabələr gəlib otururlar evlərində. Necə ki, İbn Teymiyyə şəhadət verir. İbn Teymiyyə deyir bunu. Və ayə nə deyir? Deyir, bu rizayət cənnətdə əbədi qalmaq limən xəşyə rabbəhu. Rəbbindən qorxan üçündür. Qorxmaqdan məqsəd nədir? Təfsirdə Təbəri və Şeyx Tusi rahimehullah buyurdu. Deyir, əmirlərinə itaat etmək dünyada, vaciblərini yerinə yetirmək, haramlardan, mənsiyyətlərdən çəkinmək. Allah deyir, gedin vuruşun. Bunlar deyirlər, yox, biz fitnəyə qoşulmuruq, gəlib otururuq evimizdə. Bax, budur sizin batil fəhminiz. Siz başa düşmürsünüz ayələri. Yahudilər kimi bir hissəsini özünüzə lazım olanı götürürsünüz, lazım olmayanı qoyursunuz kənara ki, bu bizə lazım deyil. Və bununla da batil inancınızı ayaqda tutmağa çalışırsınız. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.